Deməli, bu gördüyün sənəd sınaq balansıdır. Biz həll elədiyimiz 3-cü məsələnin sınaq balansıdır. Və xatırlayırsansa, ilk əvvəl demişdik ki, əməliyyat jurnalı öz bazasını sənəddən götürür. Sonra gəldi T-hesab mərhələsi. T-hesab mərhələsi öz bazasını əməliyyat jurnalından götürür. Sonra gəldi sınaq balansı. Sınaq balansı öz bazasını son qalıqların, burada qeyd olunan son qalıqların T-hesabın son qalıqlarından götürür. Və burada da bizim məsələ həllində dividend ödənişi məsələsi yox idi. Ancaq gələcək növbəti məsələlər olanda onu yadda saxla ki, kapital hesabına qeydilir, sadə debet sütununda. Fikir verdinizsə, əməliyyat jurnalında debet kredit məsələsi oldu. T-hesabda da debet kredit məsələsi oldu. Həmçinin sınaq balansında debet kredit məsələsi var. Yəni, debet kreditin özü nə idi? Yəni, bir məbləğli almaq üçün icad edilmiş bir üsuldur. Qısacası, giriş-çıxışları, plus-minusları ifadə eləmək üçün ortaya qoyulmuş bir üsuldur. Bizim də hədəfimiz giriş-çıxışlar və ya pluslar və minuslar və yaxud artma ilə azalma arasında son nəticəni ortaya qoymaqdır. Buna sonraki mərhələ isə 4 dənə maliyyə hesabatı ilə bağlıdır. Hansıdır? Mənfəət zərər haqqında hesabatdır, kapital dəyişikliyi haqqında hesabatdır, balans hesabatdır, bir də pul hərəkatı haqqında hesabatdır. O da öz bazasını sınaq balansından götürür. Biz qarşıda gördüyün sınaq balansını, məsələn, sonda bərabəri almışıq ki, 61.500. Bu deməkdir ki, bura kimi, yəni, bərabərdir. Səhvlik ola bilər, olanda da biz əvvəlkinə baxıb düzəldəcəyik. Bura kimi hələ ki, səhvliyimiz yoxdur. İndi isə nəyə baxacaq? İlk öncə hesabatların başında nə gəlir? Mənfəət zərər haqqında hesabat gəlir. Mənfəət zərər haqqında hesabatımızın cədvəli bu cürdür. Fikir verdinizsə, burada artıq debet kredit məsələsi yoxdur. Debet kredit məsələsi qurtardı. 3 mərhələdə var. Hansında? Əməliyyat jurnalında, T-hesabda, sınaq balansı. Burada debet kredit məsələsi yox, məbləğ məsələsi var. Məbləğ məsələsi var. Burada hansı elementlər var? Aktiv, öhdəlik, kapital, gəlir, xərc elementləri. Biz ifadə eləmişdik ki, bunlardan aktiv, öhdəlik, kapital elementlərin üstündə olurdu, balans hesabat olurdu. Gəlirlə xərc elementlərin üstündə mənfəət zərər haqqında hesabat olurdu. Kapital, gəlir, xərc hesablarının üstündə nə olurdu? Kapitalda dəyişiklik haqqında hesabat olurdu. Bir də vardı pulun hərəkatı haqqında hesabat. Pulun hərəkatı haqqında hesabat isə pulun giriş və çıxışı ilə bağlı olan bir hesabat növüdür. İndi baxaq. İlk öncə bizim hesabatımız mənfəət zərər haqqında hesabat. Gördünüz, 2 dənə elementi var. Gəlirlər və xərclər. Deməli, 2 elementini götürəcək. Gələcəm mən bura, baxacam 2 dənə gəlir hesabım var. Hansıdır? Mal satışı gəliri, xidmət satışı gəliri. Nə qədərdir? 4000-dir və 2000-dir. Gətirəcəm, onu yazacam bura. Sonra da gələcəm, bu ikisini yazacam bura. Və biz əldə eləyəcəyik ki, nə? Bizim burada gəlirimiz bu qədərdir. Və cəmi sonra keçdim xərcə. Xərc elementində də onun kimi. Gətirdim, yazdım bura. Biz əldə elədik ki, bizim, yəni bu bizim xərclərimizdir. Bu da bizim gəlirlərimizdir. Cəmi xərclərimiz, baxaq cəmi gəlirlərimizə. Cəmi gəlirlərimiz nə qədər olacaq? 6000. Bəli. Cəmi xərclərimiz nə qədər olacaq? Yox. Niyə 4000? 1500, bəli, 4000. Hə, düzdür, 4000. El bildim, 15000 nədir? 4000. Gördünüz? Deməli, ümumi mənfəətimiz olacaq 2000. Niyə? Bizdə qayda bu ki, cəmi gəlilən, cəmi xərclər çıxanda qalıb ümumi mənfəət.
Bəli, bizim məsələmizin şərtində hələ ki mənfəət vericisi olmadığına görə nə edəcəyik? Hələ ki bunu 0 hesab edəcəyik. Deməli, ümumi mənfəətdən də mənfəət vericisi 0 da olsa, bir məbləğ də olsa, onu çıxsaq, məsələn 2000-ə 0-da çıxır, nə alacaq? Xalis mənfəət. Niyə? Xalis mənfəət nə ilə bağlıdır? Ümumi mənfəət çıxılsın, mənfəət vericisi ilə bağlıdır. Aldıq, bəli, qaldı 2000. Bizim məsələnin şərtində olmadığına görə, hələ ki biz onu təzə başladığımıza görə ehtiyac yoxdur ki, biz onu 20% eləyək. Həm də bu vergi ilə bağlı olan bir dəstəyin burada sadəcə yerini göstərib, onun üzərindən kesilir. Ehtiyac yoxdur. Bildiniz mi hələ ki? Sadəcə biləsiniz ki, mənfəət vergisi ümumi mənfəətdən tutulur. O qədər. Aldıq xalis mənfəət nə qədər? 2000. Sonra keçdik kapitalda dəyişiklik haqqında hesabata. Kapitalda dəyişiklik haqqında hesabatın elementləri hansılar? Bax, xımı yazmışam. Nədir? Xalis mənfəətlə bağlı. Görürsünüz. Bəli. Deməli, yenə gəlib. Elementdə hansı nizamlama kapitalı var? Bu elementlər bunlardır. Gəldim bura. Baxıram, kapital elementlər, nizamlama kapitalım var. Nə qədərdir? 10.000'dir. Bəli. Başqası yoxdur. Ehtiyat kapitalım yoxdur. 0 yazılır. Məsələdə yox. Olsa yaza bilərdir. Kapitalın geri götürülməsi yoxdur. Hesabat dönüm xalis mənfəətdir. Burada 2000'dir. Görürsünüz. Həmişə mənfəət zərəri haqqında hesabat aldığım rəqəmi götürüb yazıram bura. Dividend olmadığına görə ona da 0 yazıram. Dividend olsaydı, məsələn 500'də dividend olsaydı, o zaman bura mənfi 500 yazacaqdım. Yəni çıxışla bağlı olduğuna görə yoxdur sadəcə. Deməli, nə olacaq? Bizim bölüşdürülməmiş mənfəətimiz nə deməkdir? Xalis mənfəət çıxsın dividend. Yəni 2000, bəli, 2000 çıxılsın 0. O deməkdir ki, biz 2000'də əldə edəcəyik. Bu deməkdir ki, nə? O deməkdir ki, bizim bölüşdürülməmiş mənfəətdə, xalis mənfəətdə, eləmi? Və ümumi mənfəətdə eynidir. Aydındır? Sonra keçdik 3-cü hesabata. Balans hesabatı. Balans hesabatının elementlər hansılardır? Aktivlərdir, öhdəlikdir, kapitaldır. Gəldim aktivlərə. Aktivlərə baxıram burada. 3 dənəsi var, görsün. Neçə də element? 5 dənəsi var. Eyni məbləğ qədər götürüb yazıram bura. Gördünüz. Məbləğ nə qədər eləyir? Hesablayarıq indi. Sonra, bəli, baxarıq. Öhdəlikləri də götürürəm, yazıram. Öhdəliklərim də buradadır. 4 ədəd öhdəliyim var, bunu da yazıram. Sonra gəldim, nizamlama kapitalım öncədən məlumdur. Orada da vardı. Götürürəm, yazıram. Və yaxud buradan da baxa bilərdim. Burada görürəm ki, xalis mənfəətim nə qədərdir? 2000'dir. Xalis mənfəət də bölüşdürülməmiş mənfəət olduğuna görə, bərabər olduğuna görə, burada görmüşəm, bölüşdürülməmiş mənfəətin adını yazmışam. Xalis mənfəət çıxısı dividend. Burada heç bəli. Ona görə hər zaman onu yazanda kapitalda dəyişiklik hesabatına baxmaq lazım. Bu da 0'dır. Biz gəlirik indi növbətidə nə? Baxırıq ki, bizim cəmi, yəni aktivlərimiz nə qədərdir? 57.500 elədik. Hesabladınız. Deməli 3000, 8000, 9000. Bəli, 57.500. İndi baxaq. Bu deyilədir 45.500. Bu ikisi elədi 57.500. İndi və kapitalımız nə qədərdir? Kapitalımız deyilədi 12.000. Cəmi kapitalımız da bəli 12.000. Gördünüz? Cəmi kapitalımız. Gördünüz? Bizim düsturumuz nədən ibarətdir? Aktiv bərabər öhdəlik plus kapital. Gördünüz? Deməli, nə demək? Yəni, aktivlərin cəmi öhdəliyi ilə kapitalın cəminə bərabər olmalı. Demək, 57.500, 45.500 ilə 12.000 cəminə bərabərdir. Burada orada 57.500. Biz bura kimi gördük, doğru almışıq.
Fərz edin ki, arxada bir dənə səhv geçsəydi, sınaq balansında bir dənə səhvlik olsaydı, bərabərliyə fikir verməsəydik ki, bunlar bir-birinə bərabərdir. Burada, bax, bunlar 61.500 bərabər olmasaydı, bunu davam etdirməyin mənası yox idi. Niyə? Biz burada balansı doğru almayacaqdıq. Bəli, doğru almayacaqdıq. Bildiniz mi? İndi keçdik pulun hərəkatı haqqında hesaba. Pulun hərəkatı haqqında hesabat spesifik bir düsturu yoxdur. Bunu birbaşa necə əldə edirlər? Deməli, bunun baxırıq sınaq balansına. Sınaq balansında nədir? Biz görürük ki, pul vəsaiti var. Bu hesabatın mahiyyəti nədən ibarətdir? İlk öncə deyim. Pulun hərəkəti nə deməkdir? Pulun girişi və çıxışı ilə bağlıdır. Ona görə də mən sizə məsələ həll elətdirəndə deyirdim ki, zəhmət olmasın qarşısından adın yaz. Niyə? Növbəti hesabatı əldə eləmək üçün. İndi isə buradakı bunu siz müdirə verə bilərsiniz, deyə bilərsiniz ki, məsəl üçün mən əldə eləm, bu deyəcək, bu nədir, bu nə deyəcək, o hesabat kimi istəyəcək sizdən. Və ya bankdan kredit götürəndə bəzən pulun hərəkatı haqqında hesabatı istəyirlər ki, pul giriş çıxışı nəzarət eləmək üçün. Niyə? Yəni, nəzarət eləsin ki, sən əlində nə qədər nəqd pulun var. Ona görə də bu hesabat deyil. Bildiniz mi? Hər adamda başı çıxmaya bilər. Hesabat isə budur. Biz bunu indi göstərilən neçə dənədir? 5 dənədir. Biz gətiririk. Onlar eyni qaydada pulun hərəkatı haqqında hesabatımız var. Bəli, yazırıq bura. Və onlar biz də bilirik ki, məsələn 10.000 burada nizamlanma kapitalımızdır. 20.000 təsis borcumuzdur. Yəni nə deməkdir? Görsə bir tərəf puldur. Pulum artıb. Hardan artıb? Ya təsis nizamlanma kapitalı hesabına artıbdır. Ya mən ya əvvəlavə təsis borcu üçün pul qoyubdur. Ya bankdan kredit almışam. Ya xidmət gəlir hesabına artıbdır. Gördünüz? Bunlar hesabına artıbdır. Ya da ki digər bir mənbələr hesabına. İndi isə eyni qaydada burada mənim çıxış istiqamətlərim. Gördünüz? Gəldim eyni qaydada. Mənim də mal alışına bu qədər pulum gedib 4.000. Əmək haqqı ödənişinə gedib 1000 manat. Vermiş borca da gedib 1000 manat. Aydındır. Bu da bizə nəyə verdi? Bu da bizə verdi pulun hərəkatı haqqında hesabat. Burada nəyə diqqət eləmək lazımdır? Baxın. Fikir verdiniz. Burada müəyyən hesablayı, burada bu məsələnin başı odur ki, bunun bir tərəfi pulla bağlıdır. Yəni, burada pulla bağlı olmayan bir şey görə bilməzsən. Məsəl üçün, sən burada amortisasiya xərcini görə bilməzsən, debitor borcu görə bilməzsən, öhdəliyi görə bilməzsən, öhdəliyi ümumiyyətlə görə bilməzsən, aktivlərdən debitor borcu görə bilməzsən. Yəni, burada bir tərəf pul girişi olmalıdır. Niyə? Görürsün, nizamlama kapitalının bir girişi puldur. Təsis borcunun bir tərəfi puldur. Bank kreditinin əməliyyat jurnalının bir tərəfi puldur. Mal gəlinin bir tərəfi puldur, xidmət gəlinin bir tərəfi puldur. Deyə bilərsin, müəllim, görürsün, mal və xidmət gəlinin bir hissəsi debitor borc, onu qeyd eləmədik. Niyə? Pulla bağlı olan hissəsini qeyd elədik. Mal alışı. Məsəl üçün, mən mal alışı pulla da alına bilərdi, eləmi? Kreditdə də. Adı kreditdə olan qeyd eləmək. Bizə nə ilə bağlı? Mal alışına bağlı hissə lazımdır. Yəni, biz də buna nəzərən bilirik ki, 48.500 əlimizdə pulumuz var. Artıq qalır bu qədərdir. Bu da orada pulun hərəkatı haqqında hesabı. Ona görə çalışıb T-hesab formasını eləyərkən o hissəni qarşısına yazmaq lazım ki, burada rahatçılığını ala bilərsiniz. Təbii ki, T-hesab doğru eləsəz, pul vəsait doğru eləsə, bunun rahatçılığından əldə eləmiş olasınız.